Salon. Sağ ol. Olar? Buyur. Gel geç içeri. Yox, ehtiyac yoxdur. Qadıram. Tural bana hər şey dedi. Dedi ki, razılaşmısan. Sen de sevine sevine geldin ha. Elə bilirsən ki, bu yaranan vəziyyət mənim xoşuma gəlir könül. Hoşuna gelmezse en azından pis olmursun. Yaşa. Ben sen problem yaratmak için gelmemiştim. Sadece o pis vəziyyətdəydim. Bilə. Amma mən əlimdən gələni eləyəcəm ki, sənin uşağın heç nədən körlük çəkməsin. Uşağımız yaşar. Uşağımız. Xahiş edirəm. Gəl mübahisə edək. Sen özün de çok güzel bilirsən ki, bu uşaq sənindir. Ve sadece o başa düşmürəm, sen öz uşağından necə imtina eləyə bilərsən, necə onu görmək istəməyərsən. Başa düşə bilmirəm bunu. Nəysə. Qulaq as gör nə deyirəm. Ananla danışdın. Yox, işlədi axşam gələcək. Bax, Tural dedi ki, evə gəlməyini anan məcbur eləyibdi. Bilirəm, yenə razılaşmayacaq, bu aydın məsələdir. Amma səndən artıq dərəcədə xahiş edirəm. Anan nə deyirsə desin, sən razılaşma. Deyə gəldi. Özün deyərsən. Sen burada inirsən. Hı? Mən qızla danışmağa gəlmişdim. Başa düşmədim, sənin nə işin var burada? Elə mən də danışmağa gəlmişəm. Bu qızla. Ehtiyac yoxdur, mən danışmışam. Gəl gedək, gəl. İçeri getməyəcəm. Mən hər şeyi bilmək istəyirəm. Gəl gedək evə. Evdə hər şeyi danışaram sənə. Dedim ki, getməyəcəm. Hər şeyi öyrənmədən addımını bayır atmayacağım. Səninlə danışmalıyam. Yəqin bayaq danışdıqlarımı eşitmisən. Necə edək? Səninlə. Bilirəm, indi yenə deyəcəksən ki, Tahir elə deyil. Tahir başqadır, nə bilim filan. Papa, vallahi Tahir elə deyil. Axı sən niyə başa düşmək istəmirsən ki, o ailədə sənə problem olacaq? Papa, Tahir deyib ki, başqa evdə qalacaq. Onu Tahir deyir. Evdəkilərlə də elə danışıb. Bəs ondan niyə bizə Tahirdən başqa heç kim heç nə demir?
O ailə çox qaranlıq ailədir. Kürəkəni adam tutub qaynının üstünə göndərir. Oğlunun sevgilisi evə onun yanına gəlir. Ata da durub qıraqda baxır, elə bir belə də olmalıdır. Bunlar bizim gördüklərimizdir. Hələ bilmək olmaz, o ailədə daha nələr baş verir. Mən Yaşarla danışacağım. Sonuncu dəfə. Düzdür, mərfəti olsaydı gələrdi, danışardı. Amma elə fikirləşmir. Mənim qızımın taleyi narahat eləyir. İstəmirəm ki, sonra peşmançılıq olsun. Papa, Onu bilmək olmaz. Yaşarla danışandan sonra qərar verəcəm. O barmağındakı üzüyü ən yaxşısı qoy bir kənara. Tahirlə hələlik görüşməyəcəksən. Yine her şeyi baştan bir danış. O uşaq doğrudan Turalındı. Almaz. Mən hər şeyi danışmışam. Nə lazımdırsa da köməklik eləyəcəm. Uşaq Turalındı ya yox? Hı? Hə. Turalındı. Bəs niyə gəlib indi deyirdin ki? Hı? Aa. Əvvəlcədən desəydin götüzdürmək asan olardı, hə? Ona görə indi gəlib deyirsən. Mən sizin ailəyə problem yaratmaq üçün gəlməmişdim. Amma kifayət qədər problem yarattın. Neçə aylıqdır uşaq? 7. İştirsən nə deyir? Deyir 7. Daha indi gəlirdin ki, hə? Gözləydin uşaq doğulaydı. Əlində sübutun olardı heç olmasa. DNT testi də gətirərdin. Hı? Mənim heç bir günahım yoxdur. Əlbəttə günahın yoxdur. İndiki gənclər üçün bu oyun oyuncaqdır da. Birini tapırlar, görüşürlər, sevişirlər, öpürlər, yatırlar, uşaq doğurlar. Sonra da deyirlər ki, mənim günahım yoxdur. Abalam, sevirsiniz, sevin də. Amma evlənin ondan sonra nə qələt eləyirsiz eləyin. Almaz, bəsdir də. Nə getsən bu qızın üstə. Bəlkə elə sən bəsdir, hə? Ömrü boyu oğlun tərəfini saxlamısan, indi sevgilisinin tərəfini saxlayırsan. Ay bala, bu nə əlaqəsi var, Güya deməklə nəsə düzələsi deyil. Əlbəttə heç nə olmayacaq. Heç nə düzəlməyəcək. Sənin o tərbiyə elədiyin oğul var, ha? Onun üçün heç nə düzəlməyəcək. Almaz xanım, biz Yaşar bəylə danışdıq. Mən gedəcəm İstanbula. Sizi də narahat eləməyəcəm. Çıxıb gedəcəksən. Sən göndərirsən onu. Hə. Pul da verəcəksən, hə? Bax, indi məlum oldu. Deməli, sənin əsas məqsədin bizdən pul qopartmaq idi, hə? Ona görə gəlmişdin də bizə. Turalı ona görə qorxudurdun, hə?
Almaz. Dur gedək, evdə ətraflı danışarıq. Sən başa düşmürsən yəni? Hə? Sən başa düşmürsən ki, bu qız hamımızı doluyub barmağına. Nədir? Niyə elə baxırsan ki? Mən hər şeyi çox gözəl başa düşürəm. Əgər o uşaq Turalın olsaydı, heç vaxt pulları götürüb çıxıb getmək istəməzdi. Allah bilir kimdən hamilə qalıb atır bizim üstümüzə. Danışığınıza fikir verin. Fikir verməsəm nə olacaq? Ha? Nə olacaq? Danışığıma fikir verməsəm nə olacaq? Çıxın gedin evimdən. Dur. Sən görmürsən yəni. Özü uşaqdır, bizi uşaq yerinə qoyub. Da bəsdir daha söhbət artıq başqa yerə gedir. Gəl. Çıx evimdən. Qışqırma qız. Gəl. Sənin qarşında uşaq yoxdur. Gəl görüm ayıbdır. Tərbiyəsiz. Ayıbdır, səsini qaydırma bu. Sənin başın xarab olub. Ha? Nə edirsən sən? Səhv eləyirəm ki, hə? Amma mən sənə deyirəm ki, gəl gedək evdə danışaq. Sənə lazım idi bu şonu çıxardı. Mən şov çıxardıram. Çığırma. Sən görmürsən ki, bu qız sizi atabalı ikinizi də gic yerinə qoyub. Yaxşı görək, mənasız danışma. Mən mənasız danışıram, hə? Hələ az dedim ona. Dayansın o. Sən də özün qılap. Nə? Dayan görüm. Nə? Nə demək istəyirdin, hə? De görüm nə demək istəyirdin, hə? Olmaz, bəsdir. Bir də nə əxlaqsız qıza görə, gör arvadına nə deyir. Kişsən də görüm də, de görüm nə demək istəyirdin. Mən bəsdir deyirəm sənə. Bəlkə bir şillədə vurasan mənə. O gün oğluna vurduğun kimi vur. Sən gəl. Vur görüm. Vur. Gəl mənim əsəbimi oynat. Oynatma əsəbimi. Otur maşını evdə danışarıq. Özüm gedərəm. Gəl otur. Özüm gedərəm. Sən mənə kimsən? Ayca Mələk. Mələk, Bayaq papa gəlmişdi. nəsə olub? Hə. Deyir ki, biz görüşməyək. Nə? Necə görüşməyək? İstəmir görüşməyimizi. Deyir mən Yaşar əmi ilə danışım sonra. Nəyə qərar verəcək? Yəni başqa bir şey də ola bilər. Hə, Tahir. Ola bilər. Nə olub yenə? Nişanda Turalın niyə bölməyə düşdüyünün səbəbini öyrənib. Bilinir də səbəb. Turalın yekə başlığı. Orası elə deyə. Amma öyrəndi ki, adamları Kamran göndərib. Nə? Babam dedi ki, mən sizə deyəcəm nə etmək lazım olduğunu. Mələk əminsən? Papaya yığmışdılar iş yerindən. Yazıq Kamran. Daha bunu necə bezdiribsə? Məncə qardaşına haqsızlıq eləyirsən. Mələk, bilmədiyim bəzi şeylər var. Görüşəndə danışarıq. Görüşə bilsək. Mələk, Yaxşı. Danışarıq sonra, hələlik. Mələk. Tahirlə danışırdın? Hə, Dedin. dedim. Bax qızım. Mən həmişə sənin yanında olmuşam. Amma indi mən də narahat olmağa başlamışam. Mama, narahat olunacaq heç nə yoxdur. Var qızım, var. Ailə çox önəmlidir. Mama, nə olar, papanın yanında da belə danışma da, xahiş edirəm. Hər halda atanın yanında belə demərəm. Mən Tahirə inanıram. O məni heç vaxt pis vəziyyətdə qoymaz. Nə deyim qızım? Nə olub? Hə? Heç nə. Deynə də deynə, neynə? Heç nə də olmur, heç nə olmuyor. Niyə alırsan? Ağlamıram. Görmürəm, koram, gözlərin şişirmə boyda olub. Niyə alırsan? Ağlamıram ama. Ağrıyırsan sən. Yox. Dur, Biraz. Dur, gedək həkimə, dur ayağa. İstəmirəm ama. İstəmirəm. Dur dedim, gedək həkimə.
İstəmirəm dedim. Qız belə şeylərlə zarafat eləmək olar. Dur ayağa. Sancı doldu keçdi. Ay inatkarlıq eləmə girəm. Yığma məni boğaza. Bəsdir. Aparam səni həkimə. Deyər ki, yaxşıdır qaytarıb gətirəm səni. evə. Dur. İstəmirəm də mama, yox da istəmirəm. Yaxşıdır qızım, ağıllı ol Günan. Dur ananın sözünə bax. Dur gedək, dur. Mama, əl çəkdə məndən də. İmkan ver nəfəs alım. Könül. Boğursan məni. Könül düş qabağıma. Könül ölsün. Ölsün könül. Ölsün. Mən də canım qutarsın. Dilim kurusun mənim. Ne oldu? Deme şimdi fikrini değişti. Ay, anan gəlmişdi, anan. Ne danıştın? Hə? Mama oran hardan bilir ki? Mən nə bilim hardan bilirəm. Mən nə bilim? Ne oldu? Ne danıştınız? Neyi ne dediniz? Heç nə. Deyir ki, buna pul filan zad verib eləməyin. Bu sizi alladır. Bu sizdən pul qopartmaq istəyir. Bunun sözünə bax ha. Eşons da eləydi də. Demirdi məqsədi puldur. Hər nədir? Hər nədir? Çıxıb gedirdi də onsuz da bu çoporun adamı. Eş yeni gecəyə narahat olma. Oradan gəldi çıxdı bu arabada. Bəlkə səni güdüb. Mənim nəyimi gütsün? Özdə o hardan bilirdi ki, mənə o evə gedəcəm? Hələ orası elədir. Ayda. O yenə gedəcək ora, baxarsan. Mama ora. Hə. Düzdür işte neyəsin də. Sizi bilə qalsın. Gül kimi yoluna qoymuşdun. Kamran, Nə kamram? Almazı evin ünvanını Kamran verir. Kamran hardan bilir oranı? Bu gün səhər anan dedi ki, Kamranla işim var. Əcla füzura tüpürüzündən. Bu nətər alçaq şərəfsiz gədədə. O səni gülüb, səni. Alçaq. Daha görüm ha. Dur al. Heyifçiydin sen. Danış görüm. Yanındaydım. Kimi deyirsən? O gün hamilə gələn qızım. Elə niyə deyirsən ki? Hələ az deyirəm. Turalın üstünə də düşmürəm. Bir ətraflı danış görün nə olub. Məqsədi bəlliymiş bu qızın. Kimdənsə uşağı qalıb, atıb Turalın üstünə. Hardan bilirsən? Evinə getmişdim. Evini hardan tapdın? Nə dəxli var hardan tapdım? Getdim gördüm ki Yaşar da oradadır. Təsəvvür eləyirsən, bu qız dədə ilə balanı dolayıb barmağına. Məqsəd də bilirsən nədir? Pul qopartmaq. Nə pul? Pul da pul. Pul para. Çünki bilir ki o uşaq Turalını döyür. Yaxşıca pul qopardıb çıxıb Türkiyəyə getmək istəyir. Onu elə bilmək olmaz. Heç olmaz. Sən də uşaq danışma. Elə əmin danışırsan ki, elə bir DNK testi vermişsən. Mən gördüyümü gördüm, eşitdiyimi də eşitdim. Mənə başqa içinə lazım deyil. Oyunlar gəldi, şou yaratdı. Gördün də özün. Məqsədinə də çatdı. Sən özün bir Tural'la ətraflı danış. Olmaz. Heç Tural əməlli başlı görürəm ki. Görmürsən? Atanı sevgilisinin evinə göndərib.
Abalam belə dərdim var. Gəl ananın yanına. Məsləhət verim. Yazıq Yaşar. Saf təmiz adamdır. Deyir, nə edirsiz eləyin, amma problem çıxmasın. Ne bileyim valla ben. Ben işin diye bilmirəm. Amma mən deyirəm. Pul vermək olmaz o qıza. Sabah başqası da gələcək, pul ver. O bir deyəcək, pul ver, bu deyəcək, pul ver. Sen niye gitmiştin oraya? Neyse, neyse. Yani demək istəyirəm məqsədin neydi almaz? Əgər uşaq doğrudan da Turalın uşağı olsaydı, qızı evimə gətirəcəkdim. Qızı? Heç olmasa uşaq doğulana qədər də. Öyle şey olar. Yani demək istəyirsən ki, uşaq anasından ayıracaksın, hə? Abalam bu qız nə istəyir? Tural uşağına atalıq eləsin. Düzdür? Mən də onun istəyini yerinə yetirirəm də. Neyniyim bəs? Nədir, niyə elə baxırsan? Neynəməliyəm? Adamda görə hərəkət eləyirəm də. Mənim bir nömrəli qaynımın niyə kefi yoxdur? Ha? Yaxşı da sən də fikir eləmə də, düzələcəksən. Əsas odur sən geri çəkilmə. Yadındadır o vaxt? Vermirdiniz qızıma. O qədər mübarizə apardım, o qədər dediyimin üstündə durdum ki, axırda istədiyimə çatdım. Sən də indi geri çəkilmə. Yaxşıdır. Kamran, haydi. Ne oldu Tahir, ne derdin? Ne derdin ha Tahir? Ben şey diyeyim. Ne bilirsin kadına? Hadi yaxşı da, sözün əvvəlini gətirsən, axırını demirsən, adamın ürəyi partlayır axı. De görüm, ne olub? Ay Tahir, ne olar, de görüm. Ne deyirdin? Sen Allah ne deyirdin? Sen Allah ne deyirdin? Tahir, ay Tahir. Sen kardeşin kimi deyilsən, sen qızıl oğlansan. De. Gəlir qəhrəman. Sen narahat olma, ben seni koruyacağım. Yaxşı, tamam. İstənmə, sən istənmə. Ay Tahir, bax, heç də eləmə də, yaxşı. Qardaşsız da indi aramızda bir söz söhbət olub. Adet size. Ben sana çarptılar gitme. Bırak gidelim ha. Bırak, gel bırak. Gel buraya, gel. Gel buraya. Ha kaç. Sakinleş ha. Hadi bak be. Gel bir de, gel hocam. Sakin dur, sakin. Eşit misin? Sakin ol ha. Ne diyorsun? Eşit misin sen beni? Eşit misin ha? Sakin. Kesin sen ha. Başınız işlemeyin sizin ha. Allah bizim hamımızı belələrin şərindən saxlasın. Amma günah mənim özümdədir. Gərək mən Turalı çoxdan evləndirəydim. Bax, evləndirsəydim çox məsuliyyətli olardı. Elə qızlara da baş qoşmazdı. Danışırsan da almaz. O bizim vaxtımızdaydı. Ata-ana kimi deyirdi, onunla da evlənirdik.
Solmaz xanım olar. Gel kızım gel. Bu sənədlərə qol çəkmək lazımdır. Çekilir. Bir daha ara kızım. Bir də buradan sən götürmüsən. Bitti. Hə, çox sağ olun. Sağ olun. Niye var diyecek halına söylüyorum. Nə olardı mənim də Turalın? Bax belə bir dənə qəşəng qız alaydı, yaxşı qız alaydı. Keyif seni almaz. Ne bilirsen bak yaxşı kızdı. İndice görmüşsən. Yaxşı qız deyil. Yo necə yaxşı qızdı. Köməkçimdir amma deyirəm də yəni. Tip bacısı deyil, hə? Yo elə orta məktəbi bitirib ondan sonra da mənim yanımda köməkçi işləyir. Hə, yəni universitet qurtarmayıb. Ay yox, yox, yox. Yox. Mən Turalıma oxumamış qız layiq bilmirəm. Yox, yox, yox. Mənlik deyil. Keyif seni almaz. Ne diyeyim sana. Yaxşı, nəysə, mən gedim. Sen ver elə. Bax, boş şeyləri görə dəsələri körlama. Eve git, Tural qoy qarşıla. Sakit danış. İnşallah bu günləri Turalı görəcəm. Görərsən, amma mənə qulaq as. Eşidirsən? Sakit danış, yaxşı? Yox, yaxşısı bu da elə mən özüm də gəlim. Çünki Sən hara gedirsən? İşin gücün var. Çünki siz sakit danışa bilmirsiniz. Mən gəlsin bəlkə aralıq bir sakitləşər. Sakitləşdin mi balı? İmkan vermədi, vurum öldürüm bu şərəfsizi. Sən dəli olursan, öldürmək istəyirsən onu. Ölmədi o. Bir dənə bu çatmırdı da, gör neyini bilirsən. Hələ də başa düşə bilmirəm ki, bu qızı bu şərəfsizin nəyinə verdiniz də siz? Yaxşı, sən də elə danışırsan, elə bil olanlar yadından çıxıb etsən. Ey baba, yaxşı da sən mənim canım. Bir 2-3 gün ağlayacaqdı, qız idi də. Kesib gedəcəkdi də. Bəsdir, qutar, sakitləş. Qutar. Bir də gözüm gəlib başa salacaqdım. Sən niyə coşursan? Mən onu bu evdə görəndə beynim atır. Özümdən sızır. Bu elədiyindən sonra vahşi zəhləm verir. Qar dedim də, vəsə. Sakitləş. Qulaq as. Gör nə deyirəm sana. Sən bil elə. Nə qədər ki anın o qızcığın evinə ikinci dəfə getməyib, get onunla görüş. Canım. Başqa bir də var. Bilmirəm. Cem nə deyim? Gelirsən, ikisinin də pasportunu alırsan. Anasının da özünün. Pulu da çıxart, bir hissəsini ver, qoy bilsinlər ki, fikrimizi dəyişməmiş. Yəni bayaq zorla elə az saldım ha. Anası evdə olsaydı bir abırsılıq olacaq. Allah üzümə baxdı mənim. Davay, get gecikmə, get. İmkan vermişsə 5 il. Biraz tez elə də, oynama. Evdəsən sən? Hə. Ay öldüm. Xəstənin biri xəstə. Elə bir düşmən vurur. Yavaş. Her yerim ağrıyor, dişim sana. Hamza. Eleme de kurban olma eleme. Necə edeyim, hep bunu belə eləmək lazım. Eleyebilirsen eleme de geri eleyesen neyse ha. Hesaplarla oynuyorsan ne sen de bir taraftan. Boğmuşdu az qala məni. Mən ona dinmirəm. Böyle eləyirəm, elə bilir ki, qorxuram ondan. Allah'a and olsun onu sürüyərəm burada. Sənə görə eləmirəm. İstəmirəm batsın yanında gözdən düşsün. Ay. İndi bu niyə belə? Ay, dərindən nəfəs ala bilmirəm, sinəm ağrıyır. Ay.
İndi bu niyə belə elədi ki? Niyə vurdu ki səni? Ben ne bileyim niye vurdu. Kardeş tanımırsan. Heyvan şeydi gelir gelir cumur üstüme. Hep yox, mən ondan soruşaram. Sen Allah hiç ne soruşmak lazım değil. Kızıp yine gelecek üstüme. O reddi olsun o tarafa. Yaxşı, onda qoy bir dənə. Bir dənə də pis. Ay. Sən bildin niyə eləyib? Yok. Olaram. Sen bizi tek bırakabilirsin ha? Niyə? Nəsə olub? Yok. Kamran'la söhbətim var. Gəldim, indi yaxşı. Ay. Önüne dair. Dair. Sinemden ne dair. Bunun son hevesim var. Niye öyle dedin? Ha. Ya. Kardeşini de tanımırsan Turalı. Ay. Öyle bildim başka söhbəti görədi. Sonra ama mesela o güdmeyden zatdan danışırdılar. Ne söhbətdi? Yaxşı deyirəm Tahir. Ay. Elə hamısı özünə görə oldu. O gün qız gəlməmişdi bura könül. Almaz xala mənə dedi ki, gedim Turalı güdüm. Axır əvvəl gedəcək o qızın yanına. Öyrənim görüm o qız kimdir, nədir, hansı ailədəndir, nəçidir, nə işlə məşğuldur. Mən də getdim öyrəndim. Gəldim Almaz xalaya dedim də. Bu da bilməm hardan öyrənib gəlib düşüb üstümə. Of. Oh, hər yerim ağrıyır. Elə bu? Ha. Başka iş ne olmuyor da? Ay sen Allah başka ne olacak? Neye baksan Allah hakkı değilim başka iş mi olmuyor? Tural'ın üstüne adamların sen gönderdiğini bilirik. Aa, ne danışsan sana dair. Ağrıyla bir dakika dayan. Oh. 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 Tahir. Rahat olma. Ne diyorsun ya? Ha. Tahir. Tahir. Onlar mənə şər atırlar. Şər atırlar hamısı mənə. Oh. Narahat olmayın. Ha. Ben heç kim üçün deyən deyiləm. Ha. Ama Abdullah da kiməsə deyəcək onu bilmirəm. O nədir qoydun çantaya? Heç nə. Nə olub sən axı vaxtlar? Gəlib görüm ağlayırsan desən ağlamıram. Çantonda nəsə gizlədirsən desən gizlətmirəm. Nə qoymusan ora? Mama, imkan verdi öz şəxsi həyatımı yaşayım. Gördü də sən şəxsi həyatı. Zövq alırsan hə mən alçaltmaqdan. Nəyindən zövq alacam az? Sən idarə eləmək lazım deyə öz qaşınasan. Mən uşaq deyiləm. Uşaqdan da betərsən. Sənə gedir. Hara gedirsən? Bir şey də bilmədən mama. Hər şey deyirsən axı mənə. Hara gedirsən deyirəm. Həkimə gedirəm mama, həkimə. Gözlə mən də gedirəm. Lazım deyil özüm gedəcəm. Hansı xəstəxanaya gedirsən? Dedin hara gedirsən, dedim də hara gedirəm. Yaxşı deyinmə. Mənə də xəbər eləyərsən. Yaxşı.
Eşq olsun, eşq olsun. Xal, necəsən? Salam, salam. Dayan görüm. Nə olub? Hara gedirsən? İşim var. Mənim də səninlə söhbətim var. Mama, bilirəm də nə deyəcəksən. Doğrudan? Hə. Yaxşı. De görüm. Nə deyəcəm? Deyəcəksən ki, o uşaq səndən dör, qız alladır səni, nə bilim nə. Düzdür? Bəli. Ay, Bax onu deyəcəm. Ay, sağ ol. Bax, bir fikir bildirməmişdən qabaq, gəl bir məndən məsləhətləş. Yaxşı? Oğlum, Hə. mən heç səni görə bilirəm ki, hə? O gündən sonra səni hələ indi görürəm. Telefona yığa bilərsən, değil mi? Düzdür? Bir. İkincisi də ki, mama, xala, əmin olun, o uşaq mənim uşağımdır. Sən əmin olmusan? 100%. Doğrudan? Əgər o uşaq 100% sənin olsaydı, o qız sizdən pul istəməzdi. Estağfurullah. Deyirəm mənim də. Hardan bilirsən? Estağfurullah. Bu xalqımın yanında da ağzımı açdırsan, mən. İndi mən nə deyim indi mən sənə? Nə deyim uşaq nə əmələ gəlir? Ya, yaxşı boş-boş danışma. Biz yaxşı bilirik uşaq necə əmələ gəlir. Bildim nə məcbur edirsən də mənə açmaq vardım da bu söhbət. O. Bir. İkincisi də ki, anam, gözəl anam, gedirsən, qızla dalaşırsan, qızı acılayırsan, həm söyürsən, batırsan, mən zorla rahat salmışdım onu. Niyə belə edirsən? Çünki bilirəm o məqsədi nədir. Onun məqsədi pul qopartmaqdır. Heç bir məqsəd zadı yoxdur. Eşidirsən mən? Bax qulaq as bir dəqiqə. Mən könüllə çoxdandır görüşürəm. O vaxtı hamilə qalanda gəldi mənə dedi ki, bəs mən hamiləyəm. Mən də dedim ki, uşağı saxlama, mən istəmirəm. Bu da məni allatdı, yalandan dedi uşağı götürmüşəm filan beş mekan. Belə. İndi də gəlib uşaqla ki, beş uşağım var. Anam, gözəl anam. Əmin oldunsa mən çıxım gedim. Dayan görüm. Hı. Yaxşı, bəs indi nə edəcəksən? Hı? Bir də sən qarışma bu məsələyə. Narahat olma da mən özüm həll eləyəcəm. Xeyr. Əgər o uşaq doğrudan da səndəndirsə biz danışmalıyıq. Hayda, valla danışmayaq da heç nə olar. Olar sən ümumiyyətlə qıza heç nə deməyəsən, qarışmayasan bu mövzuya. Mənim problemim deyil. Mən özüm həll eləyəcəm də. Nə istəyirsən məndən? Almaz, dedim də sənə. Dedim ki, hər şeyi öyrənməmiş tələsik qərar vermə. Gördün? Görsən, və gör necə ağıllı məsləhətlər verir. Almaz, gəl. Gəl. Gəl gedək. Alo, Bəli qardaş. necəsiz? Şükür, min şükür, yaxşılıqdır. Siz necəsiz? Biz də yaxşı olmağa cəhd edirik. Açığı zəngi sizdən gözləyirdim. Düzdür Abdullah qardaş, bu axır vaxtlar olan hadisələr başımız elə qatıb. Bugün görüşmək istəyirəm. Olar, görüşək, niyə görüşmürük? O zaman mən sizə bir yer deyəcəm. Axşam tərəf orada görüşək. Yaxşı. Belə də ki, bizim restoranda da görüşə bilər, ya. Vacib deyil. Yaxşı, nə tər məsləhətdir? Mən vaxtı bir də görüş yerini birazdan deyəcəm. Oldu, gözləyirəm. Gözləyirəm qardaş. Yaşar, Ha, Tural deyir ki, uşaq ondandır. Yox, elə şey ola bilməz. Qız bizi arladır. Bilmirəm, day bilmirəm. Dəhşət səməysən. Dəhşətəm. Hı. Bəlkə biz oturaq, söhbət eləyək, danışaq, hə? Olmaz. Danışılası heç nə qalmayıb. Hamı öz qərarını verir. Eşidirsən nə deyir? Hamı öz qərarını verib. Amma mən razı deyiləm. Nətər yan razı deyiləm? Razı deyiləm də. Əgər o uşaq doğrudan da Turaldansa, körpə bizim evdə böyüməlidir. Sən nə danışırsan? Bizim evdə böyüməli nədir? Heç olmasa uşaq olana kimi o qız burada qalmalıdır. Sənin başın xarab olur. Sən başa düşmürsən, hə? Başa düşmürsən ki, o bizim nəvəmizdir. Of. Bə anası? Hı? Anası? Hə.
Anası? Anası da uşaq olandan sonra çıxıb gedər də. Hayır. Ha, yok yok. Yok. Doğrudan da senin başın xarab olur. Solmaz. Sense de bir şey dedi bunu. Nə deyim? Mənə görə də uşağı anasından ayırmaq olmaz. Ancaq qızın getməyi də düz deyil. Niye? Niyə? Necə niyə? Bəs bunun sonrasını fikirləşmirsən. Sonra qayıdıb gəlməyəcək. Uşaq böyüyəndə atasının kimliyi ilə maraqlanmayacaq. Ben el eləyərəm maraqlanmaz. Olmur elə. Vallahi olmur. Almaz. Elə gözəl olur. Elə gözəl olur. Sen narahat olmazdın. Heç başa düşmürsən də, heç hiss də eləmirsən ki. O körpə bizim ikimizin nəvəsidir. Hı? Ne nəbəm salmışsın neyse. Tural ne vaxt evlənər, onda nəvəmizi qucağımıza da alarıq. Oynadarıq da, böyüdərik də. Yaşar. Vəssalam qutarda neysə bu söhbəti bağla, xahiş edirəm. Bir də aşma, olmaz, aşma. Düzələcək. Düzələcək hər şey, narahat olma. Hələ bax, necə yaxşı olacaq. Müsait mi değerli izleyiciler? Ay, dörd çıxdı. Necəsən? Gətirdin pasportları? Gətirdim. Verirsən? Könül ver, zəhmət olmasa pasportları. Anam razı olmayacaq. Narahat olma, mən mamanla danışaram. Heç bir problem yoxdur. Murat, bu dünən dediyim adamlardır. Bu İstanbul'a bileti bir dənə onları tez təşkil edəm. Təşkil eləmə, geri dönüş edə. Əla. Anan gəlmişdi bugün. Bilirəm. Deyiləcək bir sözün yoxdur. Valla nə deyim? Az qalsın mən saçdasın. Ay Könül, indi belə alınır da, indi mən neyniyə bilərəm ki? Mənim əlimdən nə gəlir ki? Deyiliyim. Sənin əlindən ancaq bilet alıb xaricə göndərmə. Başqa əlindən nə gəlir ki heç nə? Mən sənin anamın adına üzr istəyirəm. Kifayət eləyir. Üzr. Üzr istəməklə hər şey bitir. Neyse, ürəyi sıxma, hər şey yaxşı olacaq. Narahat olma. Yaxşı? Tural. Nəzərbə çatdırım ki, qarnımda daşıdığım uşaq sənin qardaşındır. Başa düşdüm. Gedək? Canım. Bu nədir belə yox, belə. Ay. Of. Ay. Bu dartılıb burnu. Kamran, Ay. nə olub oğlum? Ay. Hə? Niyə belə zarıyır? Ay qız, eşitmirsən nə deyirəm? Nə olacaq? O başdan xarab oğlum vurub. Tural? Turalı deyirsən? Hə də başqa kim olacaq? Danış görüm nə olub? Hə? Demir də mənə ikisini demir. Yaxşı, yaxşı. Sevil arvadın da başqası deyil ki, danış görüm. Tapşırmadınız mənə gedim. Turalı güdüm görüm hara gedir gəlir. O qız kimdir, nədir, nəçidir, ailəsi kimdir. Mən də getdim, güddüm, gəldim sizə dedim. O da gedib hardansa öyrənib. O da cumdu gəldi üstümə. Mən attı basayla. Boğurdu məni. Yaxşı, yaxşı. Almaz qala, Allah and olsun ki.
Sizə bir də Yaşar əmiyə görə ona heç demirəm. O da elə bilir mən qorxağam. Yaxşı, bəsdir. Heç kim sənə qorxaq demir, yaxşı. Yox, mən qorxaq deyiləm. Bilirəm. Hələ məni evdən qovmasa yaxşıdır. Yaxşı ay qız, yaxşı. Narahat olma oğlum. Nə qədər ki mən sağam sənə bu evdə güldən ağır söz deyən olmayacaq. Allah sənin başımın üstündən əsir eləməsini almaz xala. Sağ ol. Uzan dincəl. Yat. Dincə yaxşı. Sakit ol. Oy. Və sən mənə niyə demirdin bunları? Dedim nə oldu? Neyniyəcəksən indi? Ovuşdur görün buranı. Eşitirsə... Ay sağ ol, ay sağ. O Turala görə gör nə hallardayıq biz. Mən cəhənnəm. Sən indi dərd çəkən vaxtında. Sən indi ən xoşbəxt anları yaşayan vaxtında. Mənə yaxası imkan vermir görüşməyimizə. O söhbətə görə, hə? Yox. İndi də Kamran məsələsini öyrənib. Deyir, bu necə ailədir? Düz deyir də. Abalam, bizim ailənin içində olan söhbəti onlara gedib kim çatdırır ki? Bu məsələ deyil. Bəs nə məsələdir? Nişan günü Turalı döymüşdülər. Hə. Həmin adamları Kamran tutub. Sən danışırsan. Hə. Mən buna yazığım gəlir. Buna belə döyüləsi adamdır ki. Elə deyil də mama. Elə deyil. Göründü yazığını əvəziyyətə salıbsa o da belə eləyir. Oğlum, sən başa düşmürsən? Biz bir ailəyə döydürmək nədir, döymək nədir? Nə ailə mama, nə ailə? Hansı ailədən danışırsan sən? Əslində sən də düz deyirsən. Gör nə günlərə qaldıq. Mənə bax görüm. Amma da sən bu məsələni heç yerdə danışma, yaxşı bala. Təbii ki, danışan deyiləm. Turalın qulağına çatsa, bu dəfə lap döyüb öldürər. Ay salam məleykim, salam məleykim. Sən Allah yüzünü hesab elə. Gözlətdim biraz sizi. Mən dəqiq adamam. Heç mən də gecikməyi sevmirəm. Amma bu son vaxtlar olanlar inan başımı elə itirmişəm. Açığını deyəcəm. Düzü bu zəng, bu görüş, bunların hamısını mən sizdən gözləyirdim. Amma mənə belə gəlir ki, sizin heç vecinizə də deyil. Yox, elə deyil. İndi bir hadisədir baş verir. Gəl bu boyda böyütməyək də. Abdullah qardaş. Yox, niyə böyüdək? Böyüdək. Bax, mənə elə gəlir ki, bütün bunlar hamısı sizin üçün adi bir hal kimi görünür.
Yaşar, bu normal vəziyyət deyil. Ya indi Tural bir balazla erkesi böyüyüb. Yani belə Problem Turalda deyil. Kürəkəniniz. nə görəcəksən? Dünən polis bölməsindən zəng eləmişdilər. Belə məlum olur ki, Turalın üstünə gələn adamları Kamran göndərib. Bu kimdir? Turaldı Yaşarın oğlu. Bu da şərəfsizin oğlu. Mama. Şərəfsiz zat nədir? Bəs nə deməliyəm ki? Yazıq uşağı alladıb ortada hamilə qoyan adama şərəfli adam deməliyəm mən, hə? Ana atan, niyə gəlməyib? Sənin arxanda gizlənib, qorxur. Gəlsin də atan, cavabın verib. Bir dəqiqə dayan da, heç kim heç kimdən qorxmur. Bir dəqiqə saxla. Biz könülllə razılaşmışıq ki, yəni o məsələni... Nəyə razılaşmışsınız siz? Nəyə? Siz kimsiz nəyə razılaşasınız, hə? Mənim razılığım vacibdir, başa düşdün? Bir dəqiqə sən də dayan. Yox bir, tələbəlik deyil, Bu sizi bilə eləyib dalında da dayansın, bildin? Bildik də. Balasına sahib çıxsın, başa düşdün? Amma mən sizin kimləri çox görmüşəm həyatımda. Pulunuz var deyə hər şey elə bilərsiniz. Gedib ata o deyirsən ki, gəlsin, uşağa sahib çıxsın, bu qızı da alsın vəssalam. Başqa arzun? Sən yuxuda sahib yesən. Çıx bayra. Abi dəqiqə kışkırma. Çıx bayra dedim. Yerə kışkırma mən deyirəm. Sən yaş baş durursan. Kulaq at bir dəqiqə. Günə bunu qovlamış oradan. Mən gəlsəm ora, məni oradan qovlaya bilməyəcəksiniz. Bir dəqiqə xan. Gəl atama de ki. Kışkırma üstüme. Sapkanı tülürəm həyatda. Arvatlı diye işlə devirim, hep beynimi xarab eləmə, elə bir qırıq gramofondur. Qulaq as bir dəqiqə. Mənə qulaq as. Gedib ata o deyirsən. Ha, işimə işlə demirəm. Gəlmə oğlum məni. 4 saata təyyarən qalxır. Get cəhənnəm o veşləvi yığ çıxıb gelirsin. Deyir.